Salam əziz izləyicilər, sizi böyük gələcəyə kiçik addımlarla verilişin növbəti qonağı istedadlı futbolçu Aqil Mirzədir. Aqil, salamlayıram ilk öncə səni. Salam. Mən də salamlayıram sizi Cəmaləddin əmi. Neçənci ildə harda dünyaya göz açmısan? 2016-cı ildə Bakıda doğulmuşam. Hansı klubda mübarizə aparsan? Xan Futbol Klubu. İlk futbola başladığın klub hansı olub? Xan Futbol Klubu. Və Xanla davam edirsən. Neçə ildə futbola məşğulsan? 4 ildir. Mövqeyin nədir? Müdafiəçi. Forma nömrən? 4. 4 nömrəli forma ilə mübarizə aparırsan. Aqil, necə oldu futbola başladın? Mən atam əvvəllər uşaqlıqda 2 yaşımda futbol oynayanda gördü. Bir də istəyirdi ki, mən futbolçu olum. Böyüyəndə atam 2 yaşından futbol oynadırdı. Gördü ki, məndə istedad var. 5 yaşımda mən futbola qoydu. Artıq öyle mübarizəni davam etdirirsən. Keçən mövsümlərdə sənin üçün futbol oynayarkən bir neçə istənilməz hal oldu. Əməliyyatın və s. Amma futbola inamla yapışdın, əllə, iki əllə yapışdın və karyera davam etdirirsən. Ümid edirəm ki, böyük yerlərdə, böyük klublarda səni görəcəyik. Azərbaycanda karyera davam etdirmək istəsən, hansı klub davam etdirmək istəyirsən? Neftçi Futbol Klubu. Peşə futbol klubunda. Və ölkə xaricində kənarda Beşiktaş. gücünə güc katmaya gəldik. Bu gecə səninlə ölməyə gəldik. İki ortaq nöqtəmiz birdən tapıldı. Hər zaman, hər yerdə, hər anda Neftçi və Beşiktaş. Yaxşı, biz Avropanın top 5 liqalarında mübarizə aparmaq istəsən, hansı klubla mübarizə aparmaq istəyirsən? Real Madrid. 3 artı ortaq nöqtəmiz və milli səviyyəsində hansı ölkənin şərəfini qorumaq istəyərsən? Öz ölkəmin şərəfini qorumaq istəyirəm. Azərbaycan millisində. Bəli. Millidə Kumerin olduğun futbolçu var mı? Yəni Azərbaycan millisində sevdiyin bir futbolçu var mı? Bəli, var. Kimdir? Emin Mahmudov. Azərbaycan millisinin kapitanı və Azərbaycan tarixində, milli tarixində ən çox qol vuran futbolçudur, dəyərli Emin Mahmudov. Yaxşı, sənə görə dünyanın ən yaxşı futbolçusu kimdir? Qardaşma. Ricardo Kaçingenə. Mən bir Beşiktaşlıyam. Beşiktaşı da hamı bilir ki, dənlək. Bütün qaralar bizimdir deyirlər. Həm ölkədə, xaricində, həm də ki, Türkiyədə. Qara aşıq sevdalısı, belə deyək. Yəni Messi yox, Ronaldo yox, birbaşa. Onlar da yaxşıdır, amma Mənim üçün Quaresmadır. Əgər xəyali gücünlə bir klub qurmaq istəsən, sənə imkan verilsə, klubun adı nə olar? Ziz Best. Ziz Best. 11'liyi 4-3-3 kimi kursaq, qapıdan başlayaq, necə başlayacaqsan? Qapıda Oliver Kahn, müdafiəçilər. Sağ müdafiə. Sağ müdafiə Cafu, sol müdafiə Roberto Carlos, orta müdafiəçilərdə sağ tərəfdə Ramos, sol tərəfdə Maldini. Orta sahada solda Zidane, Zinedine Zidane. ortada Juninho, Braziliyalı Junior'dan söhbət edirik, bəli. sağda da David Beckham. 3 futbolçu, hər üçü də Brent. Bəs hücum xətti maraqlı. Sol hücum Cristiano Ronaldo, sağ hücum Quaresma, orta hücumda Raul Gonzalez. Oy, Raul Gonzalez Blanco, mən Real'ın əfsanə futbolçusu, onun bir gol sevinci vardı. Parmağını öpüb, yerə qaldırır Raul Gonzalez, Real'ın 7 nömrəsi. Ondan sonra 7 nömrə təhvil olanda Ronaldo oldu, Cristiano Ronaldo oldu. Yaxşı, bu heyətdən kimi çıxardıb özü həmin heyətə salardı? Ramos. Ramos'u çıxardardın. Yəni, bu heyətin ən zəifi, belə deyək, sənə görə Ramos'dur. Yaxşı, komanda yoldaşlarından kimi salmaq istəyərdin bu heyətə? Ortaya Juninho yerinə Nihat'ı. Başqa? Sol hücuma, sağ hücuma da Hakan'ı salmaq istəyirdim. Komanda baş məşqçisi kim olardı? Alex Ferguson. Sir Alex Ferguson. Yəni, qırmızı şeytanların məşhur heyətini quran
ortaya əsə gətirən Sir Alex Ferguson dahi. Yadda qalan bir oyunu Azərbaycan çempionatında keçən mövsümdə kağıt qədər olub, xatırlayıram. Mən də şərh etdiyim oyunlar olub, maraqlı qollar olmuşsa. Amma sənin üçün dəhşət saçan bir qol olubmu? Bəli. Kimə qarşı və atım? Dəfəmiş tərəfdən vurduğum qol. Sənin tələbəsidir. Bəli. Həmin önce şərh edilmişəm mən. Dəqiq yadımdadır. Mövsümün ikinci yarısında idi səhv etmirəmsə. Zərbə və möhtəşəm bir gol gəlir. Aqilinho. Aqil, əla zərbə. Elə bir oyun olubmu ki, həmin oyunda istədiyin kimi oynaya bilməmisən? Olubmu elə bir oyun? Əməliyyatdan sonra Neftçi ilə oyunumda. Yəni istədiyin oyunu oynaya bilmədin. Yaxşı, olubmu elə bir oyunun? Həmin oyunu sən yaxşı oynamısan, amma komanda yaxşı oynamayıb. Sabahla. İstədiyin oyunu oynamıyorsun. Bəli. Fanatı olduğun Azərbaycan çempionatında öz yaş qrupunda və yaxud da bir yaş qrup böyük bir futbolçu varmı? Dəfimdən Cəfər Sadiq. Cəfər Sadiq Əliyev. Başqa? Başqa yoxdur. Yaxşı, bir dənə sual verəcəm. Sən mi güclüsən? Yəni biz oyun baxımından, yoxsa Cəfər mi? Mən. Təvazökarlıqdan uzaq, birbaşa mən. Mənim kimi sən də yeməklə aran yaxşıdır deyəsən. Bəli. Sevdiyin bir yemək varmı? Bəli. Hansı yeməkdir? Əmircanın əvvəlki adı Xilə idi. Oranın bir məşhur Xilə kitabı var. Onu Bəli. xoşlayıram. İki kəndi ayıran, bir-birə ilə ayıran həmin o kitab məsələsi, böyüklük, kiçiklik səbəbi vardı. Sevdiyin bir maşın varmı? Bəli. Hansı maşındır? Mercedes. Sevdiyin bir ölkə varmı orada yaşamaq istəyirsən? Bəli. İngiltərə. Mən sənə xəyali düşünsək, İngiltərədə ömrünün sonuna qədər yaşamaq, sayı sən bəlli edəcək qədər BMW, Mercedes daha doğrusu, heç vaxt bitməyəcəyə qədər xilə qutabı təklif etsin. Və sənə istədiyin bir rəqəmdə pul təklif etsin. Sadəcə futboldan 2 uzaqlaşdırsın. Yox. Yaxşı, bu xahişi atan etsə, Xeyr yenə. yenə də indi müəllimin kimdir? Samir müəllim. Samir müəllimin sevdiyin xüsusiyyətləri var, sənin sevdiyin xüsusiyyətləri. Bəli. Hansıdır? İştirafları mənə verir. Bir də yaxşı məşq keçir. Özü də yaxşı adamdır. Məşqdə ən çox sevdiyin məşq növü hansıdır? Məşq növü udar vurmaq. Zərbə vurmaq. Kifayət qədər zərbələrim var. Junior'da həmin heyətə salmağın səbəbi vardı. Yəni sənin kumirlərindən biridir. Junior tarixində çox zərbəsi vuran futbolçulardan biridir. Xatırlayırsan, bilirsən səbəb. Bu ikisi bir dəyərli məlumat verir. Zərbəsi. Qapıya və tapdardadır. 5-5. Hesab bərabərləşir. Sənin üçün futbol nə deməkdir? Futbol hər şeydir mənim üçün. Məhəllədə futbol oynayırsan yəqin ki. Az. Zədədən qorxunmu az oynayırsan və yaxud da ki necə? Zədədən qorxur. Yəni çempionatlarda. Oyunlar əsnasında ciddi bir zədəm olubmu indiyənə qədər? Xeyr. Yaxşı, elə bir an olubmu ki, yorulmusan futboldan, daha futbol oynamayacam demişsən? Xeyr. Həftədə neçə dəfə dərsi yeyirsən? 5 dəfə. Məşqə bəs? 4 və ya 5 dəfə gedir. Təhsil 4 saat götürsək, 5 saat standart götürsək, orta hesabla. 1 saat yarımda məşq götürsək, bu 4 dəfə məşq götürsək 6 saat və 36 saat sən məşqlə təhsilin arasında qalsan. Mən orta hesabla götürsəm. Öz sevdiyim, bu vaxt ərzində öz sevdiyin bir işə vaxt ayıra bilirsənmi? Bəli. Nə məsəl üçün, nə sevirsən etməyi? PlayStation oynamaq. Yaxşı oynayırsan? Bəli. Bir gün oynayarıq. Mütləq şəkildə səndən oynayarıq. Elə bir vəziyyət yaranmı səndə? Sən xəstə olmuşsan, dərsə getməmişsən, amma məşqə getmirsən. Mən benim də bu sualın cavabını sadəcə verdim. Çünki sənin futbol sevgin sənin qabağın məni törədəcək. Elə bir şeydir ki, futbol sevgisi. Ona görə milyardlarla, milyonlarla insan futbola könül bağlayıb. Yaxşı,
Bəs dünyaya yenidən doğulsaydın, belə bir şans verilsəydi, hansı peşəni seçərdin? Futbol. Yəni futbol. Sehirli bir çubuq versəydim sənə, həmin çubuqdan, sehirli çubuqdan istifadə etməyə hüquq versəydim, nə etmək istəyərdin? Futbolları stadiona çıxartmaq istəyirdim. Başqa? Və otları düzəltmək istəyirdim. Süni ot yox, həqiqi ot oynamaq lazımdır. Çünki süni otda insanlar çox zədələnir. Yəqin ki, bu video AFFA rəhbərliyin qabağına və AÇF-lərin qabağına çıxacaq. Bu, gənc futbolçuların dili ilə, bu heç bir konspektə hazırlamamış, heç bir sual verilməmiş, sadəcə bir futbolçunun dili ilə inanıram ki, buna bizim səsimizə səs verən olacaq, Aqilin də səsinə səs verən olacaq. Azərbaycanda sevdiyin bir yer var mı? Ora gedirsən, gözəldir, sənə xoşdur, zövq alırsan. Bir Dilbər Gülçəsi var mı? Şəhərdən ancaq. Bakıda. Bəli. Necə deyərlər? Ya Bakinets. Öz doğulduğun, böyüdüyün şəhərin heç nəyə dəyişməz. Təbii ki, sənə sevkindir. Hasan! Oy 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 Agilinho! Agilinho! Daha bir gözəl gol Agildən gəlir. Məktəbdə sən futbolçu olduqlarını ümid edirlər. Müəllimlər və s. Buna görə sənə biraz da olsa hansısa bir epizodda ya bir vəziyyət yaranında bağışlama mı deyək və yaxud da jest mi deyək və yaxud da ki necə deyək hər halında sənə güzəşt olur mu? Futbolçu olduğuna görə. Bəli. Səndən başqa futbolçu var mı? Bəli var. Amma belə deyək, sən daha çox futbolla məşğul olduğuna görə, yəni sinif rəhbərin, direktor və müəllimlər tərəfindən daha jest olunursan, bir güzəşt olunursa bəzi məsələlərdə. Səni motivasiya edən futbolu kim olub? Yəni atandan başqa. Nənəm və anam. Sənə bir hüquq veriləcək. Dünyaya bir heyvan cildində doğulsan, deyək. Hansı heyvan? Qartal. İşarəsini göstərib deyəsən mi? Təbii Beşiktaşdan irəli gələn bir şey olacaq. Evet. Sadəcə heyvan xarakterinə görə. Aqil, mükəmməl cavablar verirsən. Həqiqətən də. Qısa və konkret, amma net cavablar, gözəl cavablar. Aqil, bu dəqiqələr ərzində mənlə bərabər oldu. Təbii mənə öncədən də tanıyırdım. Elə bir oyunun olub həmin oyunda şəhidmişəm, o şəhiddən zövq almışsın. Olur mu? Yadda qalan bir şey. Bütün şəhərləriniz sizin çox yaxşıdır. Çox sağ ol. Bu da mənə bir motivasiyadır. Bəzən insanların milyonların qazandığı maddiyyat qarşısında kiçik bir söz milyonların qarşılayır. Sən də həmin o motivasiyalardan birini mənə verdin. Bu sizin dilinizdən, futbolçunun dilindən eşitmək çox xoşdur mənə. Veriş haqqında düşüncələrin? İstedadlı uşaqları tanıdırsınız və göstərirsiniz. Bu da gözəldir, bəli, sizin dilinizdən. Minnətdaram Agilinho ilə Cəmaləddin Mehdiyevin dili ilə. Təşəkkür edirəm, dəyərli vaxtını mənə sərf etdin. Uğurların bol, karyeran zədəsiz və getdiyin addımlar, zirvələr ayaqlarının altında qalsın. Gənə günəş şüfəqləri kimi karyeran parlaq olsun. Minnətdaram, dəyərli vaxtını mənə sərf etdin. Sağ ol. Sağ ol.